Gəlin indi uşaqlar ciyezli səslərdən də quraq. Gəlin. Do ciyezdən quraq. Major üç səs. Gəlin əvvəlcə üç səsləri bir səs ötürə tez deyin uşaqlar. Ora gəlin. Do, mi, aha, sən, sol. Əhsən. R'dən uşaqlar tez deyin. Re, fa, la. Hamı. Aha. Buyur, Elmətlis. Mi, Fa, fa'nı ötürürük. fa, sol, Sol, tez deyin. si, Ay, sağ ol. Fa'dan, buyur. Ha, Seyran. Fa, la, aha, la, do, do. Tez deyin, bir yerde deyin uşaqlar. Sol, si, re. Tez uşaqlar. La'dan, La, do, re. la, do, mi, üç səsli. Si'dən, Si, do, re, re, fa. fa. Ay, sağ ol. Eyni şey de burada aittir. Bir de deyin. Do, Do, mi, sol. Ora baxmadan deyin. Re'dən. Bir səs ötürün. Re, fa, la. Re, fa, la, mi'dən. Mi, sol, la, sol, si. si. Fa'dan. Fa, la, do. Fa, la, do. Soldan. Sol, si, re. Sol, si, re. La'dan. La, do, mi. La, do, mi. Si, re, fa. Ay, sağ ol. İndi gəlin böyük səsini deyin. Hazır konkret cavab deyil. Böyük səsli əvvəl böyük səsli böyütərsə, daha doğrusu böyütərsə kiçik. Yəni 2 ton sonra böyütərsə 2 ton, kiçiltərsə də ton yarım. Do cezdən hara düşəcək 2 tonumuz? Aha, biraz çətindir, diqqətli olaq. Do cezdən niyə uşaqlar? Neçə tondur buracan sayın? Bir ton. Yo. Do, re diyeceğiz. Do cez, re cez neçə tondur? Do diyeceğiz bir ton. 1 ton. Re cezdən də niyə? Yarım ton. Oldu nə qədər? 2 ton. Yo, bir ton yarım. 1 ton yarım. Do cez re. Yarım ton, re'dən də niyə 1 ton? Ton yarımdır, düzdür? İndi bu ton yarımdırsa 2 ton etmək üçün nə etməliyik? Yarım ton artırmalıyıq. Yarım tonu artıran işarə nədir? Zilləşmə işarə diyez. Nə olacaq burada? Mi diyez? Mi diyez və mi diyez. Sonra uşaqlar, mi diyezdən də hara düşür? Mi diyez özü fa notunun üstünə düşür, düzdür? Fa-la enharmonik bərabərdir mi diyez. Həmçinin sol, dubl, bemol. Mi diyezdə deyirik, bu səsdir. Fa dubl, bemol da budur. Daha doğrusu mi diyez, fa və sol dubl, bemol. Üçü də eyni səsdir. Yüksəklikləri eyni olan, fərqli adlar daşıyan səslər nə adlanır? Enharmonik bərabər səslər. Mi diyez deyirik, amma klaviaturada fa'ya baxırıq, düzdür? Buyurun. Mi diyezdən hara düşəcək? Mi diyezdən solə neçə ton oldu? Bir ton. 1 ton. İndi bizə Yarım lazım. yarım da artıraq. Sol diyez. Əhsən, soru da yarım ton zilləşdirən işarə diyez. Baxın uşaqlar, notlar ki üst-üstə yazıldı. Birinci notumuz do'dur. Birinci do'nun diyezini yazmalıyıq. İkinci mi notu gəlir. İkinci mi'nin diyezini yazmalıyıq. Üçüncü sol gəlir. Üçüncü də solun diyezini yazmalıyıq. Növbə ilə birinci, ikinci, üçüncü olmalıdır notlar kimi. Aydındır bu necə birinci, ikinci, üçüncüdür. Bunlar da ardıcıl belə hansının alterasiyası birinci gəlirsə mütləq o birinci. Ona görə görürsünüz, baxın diyezi yazmışam, notu aralı yazmışam ki, bura ikinci, üçüncü diyezləri əlavə edə bilək. Aydındır. Yazmışam diyezi, baxın, bemolü aralı yazmışam ki, bax bu bemolları. Özü də hər notun özünün alterasiya işarəsi. Baxın, do harda yazılır? Birinci alt əlavə xəttin üzərində. Baxın, bu xətt hardan keçir? Tən ortasından keçir. Bax, bu not, bu diyezi elə yazırıq ki, düz do üçün olsun. Re'ye baxın, re düz birinci xəttin altında yazılır. Baxın, bunun çarpaz çubuqlarını necə çəkmişik? Düz birinci xəttin altında olmalıdır. Bax, alterasiya işarələri, diyez, istərsə də bemol düz birinci xəttin altındadır. Amma do'nun ki, yapışıb mı birinci xəttin altına uşaqlar? Baxın, yapışıb. Burada birinci xəttin altına yapışıb uşaqlar. Yox, hayır. Bu hissədən söhbət gedir. Bax, bu hissəsi. Bax, notun əvvəlini, birdən notun axırını. Görürsünüz başlanğıc və son nöqtələrini. Görürsünüz düz bu xətt
ki alt əlavə xəttin üzərində yazılır, tən ortasından keçir. Aydındır, mən bunu silim ki, not çətinin xəttlərinə qarışmasın. Bax, bu hissədən söhbət gedir ki, bu yapışıqmı düz birinci xəttin altına? Xeyr. Amma bax, bu hissəsi var ha, bunun, bax, bu hissə. Yapışıqmı düz birinci xəttin altına? Bəli. Alterasiya bemol necə yazılır? Tərsinə 1, aşağısı 2. Bax, burası yumru. Baxın, mi bemol. Birinci xəttin üzərində yazılır. Bax, başı buradır. Ayağı bax, buradır. Belə götürüb yazırıq. Və tən ortasından keçir xətt. Yəni, mi bemol özü də birinci xəttin üzərində yazılmalıdır ki, mi üçün olsun o bemol. Aydındır, mi'nin bemolunu göstərsin. Fa birinci xəttlə ikinci xəttin arasında yazılır. Bemolü də, bax, bu hissəsi var. Bu düz xətti nəzərdə tutmuram. Bax, buradan bura qədər olan hissəsi birinci xəttlə ikinci xəttin arasında olmalıdır. Diyez həmçinin, bax, mi harda yazılır? Bax, birinci xəttin üzərində. Bax, ən vacib bu çubuqlardır ki, ortasından keçir. Bax, birinci xətt görürsünüz. Yəni, yarısını, diyezin yarısını birinci xəttin üstündə yazırıq, yarısını altında. Elə bil ki, tən ortasından keçməlidir. Amma burada fa birinci xəttlə ikinci xəttin arasında yazılır deyə fa'nın bu çubuqları da, diyezin bu çubuqları da harda yazıldı? Birinci xətlə ikinci xəttin arasında. Aydındır. Bax, buna mütləq diqqət edin. İndi gəlin nə edək? Do diyezdən minor üç səslisi quraq. Buyurun. Do diyezdən Bəli. minor. Və hamısında altına mütləq yazırıq ki, bu kiçik üç səslidir, bu böyük üç səslidir. Buyurun. Nə olmalıdır? Əvvəli nədir? Minor üç səslisinin. Kiçik tersi, Böyük tersi. Buyurun, do diyezdən miyə neçə tondur? Do diyezdən yarım ton. Bir ton yarım. Bir ton yarım. Demək, hansı tərçadır? Yəni kiçik tersi. Elə kiçik tərçə. Evet. İndi midən də solə neçə ton olmalıdır? 2 ton. Hələ böyük tersi. Midən solə neçə tondur? Sayın. Neydən? Bir ton yarım. Bir ton yarım. Amma bizə nə lazım? Sol diyez olacaq. Ay, sal 2 ton. Sol diyez olacaq. Afər. İndi gəlin re diyezdən böyük səslimizi quraq. Gəlin uşaqlar re diyezdən. Gəlin onun re diyezdən faya neçə tondur sayaq? Re diyezdən Aha. faya bir ton. Bir ton. Bir ton. Fa diyezə? Re diyezdən faya. Bir ton. Aha. Yarım olaraq fa diyez. Bəli, yarım tonda artırırıq olur fa diyez. Əhsən. Düzdür. Yox, yarım ton artırmalı deyilik uşaqlar. Bir ton yarım deyil. Yox, böyük tərsə, böyük səsli qurduq axı. 2 ton olmalıdır. Bəs səsi bir ton zilləşdirən işarə nədir uşaqlar? Diyez. Səsi yarım ton zilləşdirir. Bir ton double diyez. Əhsən, demək burada nə olacaq? Double diyez. Fa double diyez olacaq və fa double diyezdən də laya. Fa double diyez sol ilə bərabərdir də. Bir ton zilləşəndə hara düşür? Sola. Sola düşür. Yəni fa double diyez bax bu sol ilə eyni klavişdir. İndi soldan laya neçə ton oldu uşaqlar? Bir ton. Bizdə var bir ton yarım. Fa double diyezdən laya bir tondur, yarım tonda artırar. Atır ya deyil. Əhsən, la diyez olacaq, kiçik tərsi. Aydındır. Yenə ardıcıllığına yazırıq. Re diyez, fa double diyez, sonra la diyez. İndi gəlin kiçik səslini quraq re diyezdən. Hara düşəcək? Re diyezdən kiçik hissəsi. Mi, fa. Fa. Hələ fa ya. Bir ya. Re diyezdən faya neçə tondur uşaqlar? Bir ton. Ay, sağ ol. Artıraq. Atır fa diyez. Bəli. Re diyez, fa diyezdən də. Laya neçə tondur? Fa diyezdən bir ton. Aha. Yarım. Bizdə var 2 ton yarım. 2 ton lazımdır. Ay, Ona sağ ol. görə olacaq la diyez. La diyez, əhsən. İndi gəlin mi diyez səsindən quraq böyük səslimizi tez-tez. Mi diyezdən hara düşür? Mi diyez hansı səsə bərabərdir? Faya. Klavişyada. Ay, sağ ol. Faya. Faya baxırıq. Klaviaturada fa səsinə baxırıq. La. Mi diyezdən Yox. sola qədər neçə tondur? Bir ton. Soldan da la'ya bir ton. Bəli. 2 ton. La'ya düşür. Laya amma adı nə ilə olacaq uşaqlar? Solla. Laya nə deyərik? Ayri.
La soldan neçə ton məsafəsindədir? Bir ton. 1 ton artıran işarə nədir? Səsi 1 ton Dubl deyil. söyləşdir. Onu mən sol dubl deyil. Sən başa düşdünüz uşaqlar? Niyə əvvəlcədən pillə sayını yazırıq 3 pillə, 3 pillə ki, kobud səhvimiz olmasın. Biz buna pozub la yazsaydıq sol dubl diyez əvəzinə olardı kobud səhv. Amma bunu belə əvvəlcədən hazır yazmağımız kobud səhvlərimizi qarşısına alır və əgər düzgün saymışıqsa ki, 3 pillələrimizi düz saymışıqsa, 3 pilləni tərçanı, demək kobud səhvimiz ola bilməz. Və dərhal düşünürük ki, aha, alaya düşdü, adı nə olacaq? Adı solla olacaq. Demək sol dubl diyez. Aha, sol dubl diyezdən indi siyə. Neçə tondur? 2 ton. 2 ton. Yox, sol dubl diyez hansı səsdir uşaqlar? La'dır. İndi la'dan siyə. Bəli, sol dubl diyezdən siyə. Bir tondur, bəli. Yox, şimdi necə do'ya çevirə bilərik? Ay sağ ol, hə, klavişdə do eləyir, amma adı nə olmalıdır uşaqlar? Adı olmadı. Si'ni tapmamışıq. Yarım ton artıraq da. Bir ton deyil, sol dubl diyezdən siyə. Hə, yarım tonda artıran işarə nədir? Diyez. Si diyez. Bəli. Aydın oldu sizə uşaqlar. Hər baxımdan sizə bax bu cür əvvəlcədən 3 bilə saymağınız nə qədər faydalı olur. İndi gəlin mi diyezdən kiçik 3 səsli quraq. Gəl. Klavişədə farsa. Aha. Şöyle qədər olur. 1 ton. Aha, Yarım ton yapır. Yarım tonda artırmaq üçün nə edirik? Sol diyez. Əhsən, sol diyez. Sol diyezdən də siyə nə qədərdir? Sol diyezdən siyə 1 ton, 2 ton. Yox, sol diyezdən siyə nə qədər? Sol diyezdən 1 ton yarım. 1 ton yarımdır, amma bizə nə lazımdır? 2 ton. Onda nə olacaq? Siyini nə etməliyik? Yarım ton Yarım ton artırmalıyıq. artırmalıyıq. Sol diyezdən siyə ton yarımımız var. Bu siyini yarım tonda artıraq. Artıran işarə, zilləşdirən işarə nədir? Si diyez. Aha, diyez, si diyezini də yazdıq bura. Əhsən uşaqlar. İndi fa diyezdən böyük səslimizi cəld vuraq. Gələn dəfə bunları hamısını tək-tək sizdən, hərənizdən oxumağı soruşacağım. Oradan, buradan, yaxşımı? Oxumaq üzərində əsas məşq eləyib. Burada quraq bərabər fa dubl diyez. Fa diyezdən böyük səsli quraq. La diyez. Hazır cavabları deyim. Fa diyez, la diyez və La diyez, ton. 1 ton yarım. Yazıram. Siyə 1 ton. Si diyez. 1 ton. valla burada si yoxdur. La diyezi, fa diyezdən la diyez böyük tərçamızı qurduq. İndi la diyezdən kiçik tərçamız hara düşəcək? La diyezdən doya neçə tondur? La diyez. La diyezdən doya klaviaturaya baxın. 1 ton. Hə, amma bizə nə lazımdır? Kiçik tərçə üçün 1 ton yarım. 1 tonumuz var, doyacaq. Ay, sağ ol. Donu da zilləşdirən işarə diyez, do diyez. Doğru. İndi kiçiyini quraq. Fa diyezdən. Fa diyezdən Kiçik tərçə hara düşəcək? 1 ton. La. Ay, sağ ol, la'dan da böyük tərçə hara düşəcək? Do diyez. Bəli, əhsən. Bu da oldu fa diyez, la, do diyez. İndi sol diyezdən böyük səsli quraq. Hara düşür? Sol diyez. Böyük tərçə. 2 ton. Doya. Yox. Bəli, klaviaturada düz deyirsən, amma adına bax nə ilə olmalıdır? Si ilə. Normalde si diyez. Əhsən, başa düşdünüz bu nə qədər bizi straxovka nədir? Zəmanət qarantiyalayır da belə səhv etməkdən qoruyur. Si diyezdən də indi reyə neçə tondur? Si diyezdən re'ye 1 ton. Re diyez. Ay, sağ ol. Sol diyez, si diyez, re diyez oldu. Böyük səslimiz, kiçik səslimiz olacaq. Sol diyezdən Sol kiçik diyez. tərsə hara düşür? Kiçik tersiyon. Sol diyez 1 ton, 2 ton. Si. Aha. Ay, sağ ol, siyə, sidən də böyük tərsə hara düşəcək? Re diyez. Əhsən. Bu da hazır. İndi bunu da deyin, yazın. La diyez səsindən böyük səsli, la diyezdən böyük tərsə hara düşür? La diyezdən 1 ton. Aha. Re. 1 ton ya. Yox. La diyezdən doya nə qədərdir? La diyezdən 1 ton. Yəni do diyez. Do diyez yarım ton artırdın. Bax, la diyezdən doya 1 tondursa, 1 ton da artırmalısan axı. Re olacaq. Səsi 1 ton artıran işarə. Rə nədir? Dubl diyez. Əhsən, re'yə düşür, doğru. Amma adı nə ilə
olmalıdır? Do double diyez. Əhsən, do double diyez olmalıdır. Do'nu bir ton artırmalıyıq. Çünki lə diyezdən do'ya bir tondur. Do'nu da bir ton artırsaq olur do double diyez. Do double diyezdən mi'yə neçə tondur? Mi'ye bir ton. Ay sağ ol. Yarım ton da artıraq? Fa. Yox. Ya mi Mi'ni diyez. başqa səsə dəyişə Mi bilmərik. Yarım tona sağ ol, mi diyez. Fa deyə bilməliyik onu. Aydındır. İndi kiçik üç səslimiz. Lə diyezdən uşaqlar hamı. La diyezden bir ton. Kiçik olun. Do diyez. Lə diyezdən bəli. Do diyez. Kiçik tərsə do diyezdən, do diyezdən də. Böyük tərsə hara düşür? Bir ton. Fa'ya. Fa diyez. Fa deməyək də uşaqlar. Mi. Adı mi ilə olmalıdır. Demək nədir? Mi. Double. Ya diyez. Mi diyez. Mi diyez. Çünki bəli, baxın da, do diyezdən mi'yə bir ton yarımdır. Mi'ni də yarım ton artırmalıyıq ki, 2 ton olsun. Bəli. Yarım ton da artıran işarə nədir? Diyez. Diyez. Aydındır? Ha. İndi si diyezdən qururuq böyük səslimizi. Buyurun. Si diyezden. Aha. Evet. Böyük dəstə hara düşür? Mi. Buyur. Böyük tersiya. Si diyezdən rəyə nə qədərdir uşaqlar? Si diyezden. Si diyezdən rəyə qədər nə Bir ton. qədərdir? Ay sağ ol. O da mi'ye de bir ton, iki ton. Mi. Bir ton artıran işarə nədir? Mi. Mi. Bozub bunu mi yaza Re bilərik. diyez. Ay sağ ol. Re double diyez. İndi re double diyezdən də fa'ya nə Fa qədərdir? diyez. Fa. Əhsən. Re diyez. Re double diyezdən də yox, fa diyez olmayacaq Yox. uşaqlar. Diqqət Sol, edin. sol Re diyez. diyezdən sol klavişinə düşür. Re diyezdən Fa double diyez. Əhsən. Bu da fa double diyez. Afərin. Aydındır? Çünki re double diyezdən mi'yə bərabərdir. Axı mi'dən fa diyezi nədir? Bir tondur da. Ha. Biz ton yarım eləməliyik. Ha. Fa diyezi də yarım ton artıranda olur fa double diyez. Düzdür? Fa'nı bir ton artıran işarə double diyezdir artıq. İndi Re diyez. kiçik üç səsli si'dən əhsən kiçik tərsə re diyezə, re diyezdən də Re diyezden. böyük tərsə hara düşəcək? Son. Yok. Adı nə olur? Sol Fa. klavişini düz Fa double tapmışsınız. diyez. Əhsən, amma adını mütləq baxın. Başa düşdünüz uşaqlar? Ha. Biraz qaçırtdım. Kəsişmə nöqtəsi var. X-dır da double diyez. Ha. Düz o xəttin üzərindən, 5-ci xəttin üzərindən keçməlidir. Çünki fa 5-ci xəttin üzərində yazılır. Buna görə sildim, bir də yazdım. Afərin uşaqlar. Bura qədər də aydın oldu. Ben. Əla. İndi gəlin, oxuyaq. Do səsindən yuxarı böyük səslə. Oxuyaq. Do. Bir yerdə gəl. Do. Dəniz. Do. Dəniz major yüksəslisi və paraleldə minoru. Çünki həm majorla minoru eşidə bilir. Qızım, qızım, şəndir hər zaman major. Rəsna püşüyüm, xəstədir yaman minor qəmgin. Major şən. Bu fərqi eşidə bilmək üçün mütləq birini major, birini minor oxuyuruq. Yaxşı, oxuyaq. Do'da major yüksəslisi gəl. Do, mi, sol. Minor yüksəslisi. Do, mi, sol. Re'dən major yüksəslisi. Re, fa, diyez, la. Dəniz oxuyaq. Minor yüksəslisi. Re, fa, la. Aha, mi'dən major yüksəslisi piyaninası olmayanlar üçün yazaq bunu da ki,
La'dan majör üç səslisi. La, do, diyez, mi. Majör üç səslisi minor. Si'den majör. Si, re, diyez. Majör üç səslisi. Şe, minor üç səslisi. Düzdür? İndi gəlin diyezli səslərdən oxuyaq uşaqlar. Do diyezdən. Do diyez, mi diyez, sol diyez, majör üç səslisi. Do diyez, mi diyez, sol diyez, minor üç səslisi. Re diyezdən. Təmiz oxu. Söyle bilən. Re diyez, fa diyez, re diyez, majör üç səslisi. Şe, re diyez, fa diyez, la diyez, minor üç səslisi. Qəmgin. Mi diyezdən majör üç səslisi. Mi diyez, sol diyez, si diyez, majör üç səslisi. Mi diyez, sol diyez, si diyez, minor üç səslisi. Qəmgin, hə? Fa diyezdən. Majör. Fa diyez, təmiz. Fa diyez, fa diyez, la diyez, təmiz tapın. Do diyez, majör üç səslisi. Şe, fa diyez, do, do diyez, minor üç səslisi. Qəmli, hə? Sol diyezdən oxu. Sol diyez, si diyez, re diyez, majör üç səslisi. Şe, deyil. Sol diyez, si, re diyez, minor üç səslisi. Qəmli, hə? La diyezdən oxu. La diyez, do diyez, mi diyez, majör üç səslisi. Şe, do, la diyez, do diyez, mi diyez, minor üç səslisi. Qəmli. Si diyezdən majör üç səslisi. Si diyez, do, re, do diyez, təmiz. Fa, do diyez, majör üç səslisi. Şe, re diyez, si diyez, re diyez, fa, do diyez, minor üç səslisi. Qəmli. Əhsən. Bunları evdə bu səslərin üzərində çoxlu oxumaq. Yaxşı uşaqlar? Təkrar qaytarın, qoyun videonu, oxuyun, linka çevirərək göndərəcəm sizə ki, telefonlarınızın yaddaşını doldurmasın. Yaxşı? Audio səslər, videolar doldurmasın yaddaşı. Rahat dinləyin, təkrar, çoxlu təmiz oxuyana qədər oxuyun. Yaxşı? Virtual piano yükləyə bilərsiniz, pianinası olmayanlar.